Qazax rayonunda narkotik tərkibli narkotik vasitə olan çətənək yolları becərən şəxs saxlanılıb. Məlumata görə Qazax rayon polis şöbəsinə Yuxarı Salahlı kənd sakini Mübariz Daşdıyevin çətənək yolu əkməsi ilə bağlı məlumat daxil olub. Əməliyyat qrupu əraziyə baxış zamanı yetişmiş vəziyyətdə 2 metrdən hündür, ümumi çəkisi 14 kiloqramdan çox olan 10 iri gövdəli çətənək yolu və onlara qulluq olunmasını sübut edən vasitələr aşkarlanıb. Saxlanılan Daşdıyev Mübariz narkotik vasitəni öz istifadəsi üçün əkdiyini deyib. Çətənək yollarını özüm əkmişəm, qulluq eləmişəm, 10 dənə kol olub, 10 dənə kol qulluq eləmişəm. Özüm də xəstə adamam, 2-ci qrup müharibə əliyəm, ayağım da protezdir. Yəni ağrılarım üçün çəkmişəm onu. Onun avtomobilinə baxış zamanı yük yerindən çəkisi 1 kiloqram 785 qram olan iri çətənək yolu da aşkarlanıb. Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb. Kənddən bir neçə kilometr aralıda Narlıqaş adlanan otlaq sahəsində kolluqların içində Daşdıyev Mübariz yolçu oğlu tərəfindən əkilərək aqrotexniki qaydada qulluq göstərilmiş. Hər birinin orta hündürlüyü 2 metr 13 sm. Tərkibindən narkotik vasitə olan 10 ədəd toplam çəkisi 14 kiloqram 435 qram çətənə kolları aşkar edilib. 35 BF 061 dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin yük hissəsindən 1 kiloqram 785 qram çəkidə qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Gültəkin Əliyeva, Kamran Əskiparalı, Rüfət Tağıyev, Dünya TV.